Və sonra İmam Rahiməhullah başqa bir mövzuya keçir. Və bu mövzu da bir insana onun cənnətlik və ya cəhənnəmlik olduğuna dair hökm vermək, şahidlik etməkdir. Burada iki məsələ var. Biri var, bir insana kafir və ya fasik və ya bidətçi olduğuna hökm vermək. Bu ayrı məsələdir. Bir də var, bir insanın cənnətlik və ya cəhənnəmlik olduğuna hökm vermək. Bu ayrı məsələdir. Ayrı məsələdir nə mənada? Çünki bu hökmlərdən birincisi dünyəvi hökmdür, ikincisi uxravi hökmdür. Aydındır? Çünki biz birinə deyəndə ki, filan kəs bidətçidir. Bu hökmü verə bilərik? Verə bilərik. Əgər bidətçidirsə, deyə bilərik ki, filan kəs bidətçidir. Və filan kəs fasikdir. Amma bu dünyalıq ad olaraq, bu dünyada ad olaraq, hökm olaraq deyirik. Amma uxravi hökmü, yəni deyə bilmərik ki, təyin edərək, filan kəs, filan şəxs, məsələn, filan bidətçi, filan fasik cəhənnəmlikdir. Və burada cəhənnəmlik deyəndə söhbət tək əbədi cəhənnəmlikdən gedmir. Ümumən. Ola bilsin, sən bu dünyada bir müsəlmana fasik olduğuna görə, hansısa bir asiliyə mübtəla olduğuna görə və ya bidətçi olduğuna görə deyəsən ki, bu cəhənnəmlikdir. Amma ola bilsin ki, Allah ona rəhm etsin, heç cəhənnəmə salmadan cənnətə girsin. Ola bilər, bilməz. Ola bilər. Ona görə ad olaraq bu dünyada hökm olaraq birinə fasik, bidətçi desən belə, əgər doğrudan da fasikdirsə, doğrudan da bidətçidirsə, ona deyilir ki, bu bidətçidir. Bunda problem yoxdur. Amma bu dünyəvi hökmüdür. Amma o bidətçidir deyə, demək ki, o cəhənnəmlikdir, təyin edərək, adını çəkərək, bu cür təyin etmək icazəli deyil. Necə ki, Abu Davud Rahiməhullahın sünənində rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlki ümmətlərdən iki qardaşın hadisəsini, halını bizə nəql edir. Ki, onlardan birisi ibadət əhli olur, birisi isə fasik. Və o ibadət əhli olan, o abid, zahid daima bunu asilik üzərində tutur. Və hər dəfə bunu bu cür asilik üzərində tutanda buna nəsiyyət edir. Ki, belə etmə. Allahdan qorx. Bir dəfə, iki dəfə, üç dəfə və yenə də növbəti bir gün bu abid, o asi qardaşını asilik üzərində tutanda onun axirətinə hökm verir. Təyin edir onu. Deyir ki, Allah səni bağışlamayacaq. Və Allah səni cənnətinə salmayacaq. Yəni, onun cəhənnəm əhli olduğuna hökm verir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o insanların qiyamət günü Allahın önündə hallarının necə olacağını bizə nəql edir, xəbər verir. Buyurur ki, Allah o asini öz rəhməti ilə bağışlayacaq. Asini. Və deyəcək ki, cənnətə gir bir rəhməti, mənim rəhmətimlə. Və Allahın adından danışanı isə Allah adına elimsiz danışdığına görə cəzalandıracaq. Və İmam Rahiməhullah buyurur ki, وَلَا يَقْدَعُونَ عَلَى أَحَدٍ مِنْ أَهْلِ الْمِلَّةِ أَنَّهُ مِنْ أَهْلِ الْجَنَّةِ أَوْ أَنَّهُ مِنْ أَهْلِ النَّارِ. İmam Rahiməhullah buyurur ki, biz qiblə əhlindən heç bir kəsin, o kəs cənnət əhlindəndir və ya cəhənnəm əhlindəndir. Bu cür təyin edərək qəti şəkildə hökm vermərik. Qiblə əhlindən heç kəs barədə bu cür qəti hökm vermərik. Ki, filan kəs cənnət əhlidir və filan kəs cəhənnəm əhlidir. Nə üçün? لِأَنَّ عِلْمَ ذَلِكَ يَغِيبُ عَنْهُمْ. Çünki bu məsələ ilə əlaqəli olan o elm ki var, bu elm bunlardan gizlidir. Bu qeyb sayılır ya yox. Bir insanın
axirət hökmü qeybdən sayılır ya yox? Qeybdən sayılır. La yadruna ala maza yamut. Və onlar bilmirlər ki, hökm verdikləri o adam hansı hal üzərə öləcək. Aləl İslam əm aləl küfr. İslam üzərində yoxsa küfr üzərində. Burada fikir verin, İmam rahmehullah deyir ki, la yaqta'una ala ahadin min əhlil millə. Qiblə əhlindən heç kəs barədə o cənnətlidir, cəhənnəmlidir deyə təyin edərək hökm verməzlər. Fikir verdiniz buradakı qeydə min əhlil millə. Yəni İslam millətindən, qiblə əhlindən olan kəslər barədə, yəni müsəlmanlar barədə. İndi sual budur ki, bəs kafirlər barədə, əsli kafirlər barədə bunu demək olar ya olmaz? Yəni bir insan kafirdir, əsli kafirdir, ateistdir, yahudidir, nəsranidir və ya bütpərəstdir, müşrikdir, kafirdir. Onun barədə hökm vermək olarmı? Demək ki, bu cəhənnəmlidir. Demək olar ki, o hal üzərində ölsə... İmam Rahmehullahın sözündən başa düşülən budur ki, demək olar. Və əslində bu məsələ ixtilaflı məsələdir. Dəqiq bilmək istəsəz. Və bu məsələnin təfsilatı belədir ki, doğru olan belədir ki, əsli etibarı ilə bu qayda qiblə əhlinə aiddir. Əsli etibarı ilə. Yəni, bilmək istəsəz, əsli etibarı ilə bu qayda qiblə əhlinə aiddir. Ona görə demək olar, bütün alimlər, biz səhv etmirəmsə İmam Əhmədin usulü sünnəsində də bu məsələyə toxunanda, orada İmam Əhməd də qeyd edir bunu. Səhv etmirəmsə. Belə yadımda qalıb. Və burada da Əbu Bakr Əl-İsmaili Rahmeullah da bunu qeyd edir. Bu qeyd önəmlidir. Buyurur ki, la yaqta'una ala ahadin min əhlil millə. Qiblə əhlindən, müsəlmanlardan heç kəsin cənnətlik və cəhənnəmlik olduğuna hökm verməzlər. Təyin edərək. Filan kəs, oğlu filan kəs. Deməli, əsli etibarı ilə bu qayda kimlərə aiddir? Müsəlmanlara. Əsli etibarı ilə. Amma ehtiyat baxımından kafirlər barədə də qardaş qeyd elədiyi, o qeydi qoymadan, qeydsiz deməkdən çəkinmək lazımdır. Aydındır, o qeydi qoymadan. O qeydi qoyaraq demək olar. Demək olar ki, məsələn, filan bir kafirdir, o halı ilə ölsə, əbədi cəhənnəmlidir. Bu qeydi qoyaraq demək olur. Rahatdır. Amma bu cür itlaq etmək, yox, filan kəs cəhənnəmlidir, bu çətindir. Ona görə ehtiyat baxımından, hətta alimlər bu qaydanı qiblə əhli üçün, müsəlmanlar üçün qoysa belə, əsli etibarı ilə, amma ehtiyat üçün kafirlər barədə də, əsli kafirlər barədə də bu cür hökm verməkdən çəkinmək lazımdır. Amma qaldı ki, müsəlmanlar barədə bu sözün deyilib-deyilməməsi, yəni bu qayda ki var, necə tətbiq olunur, burada əbədi cəhənnəmdə qalıb-qalmamaqdan gedmir söhbət. Bayaq qeyd elədim. Yəni, ümumiyyətlə, biri bidətçidir, biri fasiqdir, amma müsəlmandır. Sən deyə bilirsən o bidətçidir. Çünki bidətçidir, sən deməsən də o bidətçidir, onsuz da. Amma onun axirətinə hökm verə bilmirsən. Deyə bilmərsən ki, o cəhənnəmlidir. Yəni, təyin edərək, filan kəs, oğlu filan kəs o filan kəs cəhənnəmlidir. Yəni, əbədi yox. Hətta deyə bilmərsən ki, o cəhənnəmə girəcək. Deyə bilmərsən, hətta bidətçi olsa belə. Təyin edə bilmərsən. Və kafirlər barədə də ehtiyat baxımından deyilməməsi, bu cür qeyd qoymadan, deyilməməsi daha doğrudur. Hətta İmam Rahimullah özü buna işarə edir bir növ. Buyurur ki, la yadruna ala məzə yamut. Aləl İslam əm aləl küfr. Çünki onlar bilmirlər ki, o adam, hökm verdikləri o adam sonda hansı hal üzərə öləcək. Küfr yoxsa İslam. Aydındır. Məsələn, bir kafirdir. Sən desən ki, o hətta ölmüş bir kafir barədə də. Çünki bəzi alimlər belə də deyirlər. Deyirlər, sən onun yanında olmamısan. Bilmirsən o sonda hansı hal üzəri gedib.
Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında bir Yahudi olur, uşaq, gənc, can üstündə olur. Peyğəmbər sallallahu aleyhi və səlləmin qonşuluğunda olur, yaşayır. Və Allah Rasulü həmən özünü çatdırır ora. O can üstündə olan o gəncə La ilahə illallah təlqin edir. O gənc baxır atasına, atası deyir ki, Muhammedə tabi ol. Və Allahın təkliyini, Peyğəmbər sallallahu aleyhi və səlləm risalətini qəbul edir və təvhid kəlməsi üzərində, şəhadət kəlməsi üzərində dünyasını dəyişir. Həmin Yahudi. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Allah həmd edir ki, mənim əlimlə bunu cəhənnəm odundan qurtaran Allah həmd olsun. Və sonra sahabələrə əmr edir ki, qardaşımızın cənazəsi ilə məşğul olun. Onun cənazəsini yuyurlar, kəfənləyirlər, cənazə namazını qılıb, bəqidə müsəlmanların qəbristanlığında bastırırlar. İndi bunu tanımayan adam, qıraqdan, o hansı hal üzərə ölüb bilməyən, baxma ki, bu kafirdir əsli. O qeydi qoymasa, təyinlə hökm versə, necə olacaq? Aydındır. O baxımdan alimlər hətta deyiblər ki, əsli, yəni kafirlər olsa belə, o cür qeyd qoymadan, yəni qeyd, hansı qeydi deyirik? Yəni demək ki, hə, o halı ilə ölsə, əbədi cəhənnəmlidir. O halı ilə ölsə, əgər. Ha, bu qeydi və ya deyirsən ki, əgər o halı ilə ölübsə, ha, bu cür qeydi qoyaraq demək olar. Və sonra fikir verin, İmam Rahimullah dedi ki, la yaqta'una ala əhəd. Heç kəs barədə bu cür təyin etməzlər. Ki, o cənnət və ya cəhənnəm əhlindəndir. İndi sual verilə bilər ki, bəs əməl dəftərləri açılmayan, heç bir asiliyi, günahı olmayan uşaq ikən dünyasını dəyişənlər barədə necə? Məsələn, bir uşaqdır 5 yaşında vəfat edib. Demək ki, o cənnət əhlindəndir. Olar, olmaz. Sual. Kim dedisə ki, olmaz, doğru cavab odur. Bu qaydaya əsasən. Yəni, la yaqta'una ala əhəd. Heç kəs. Bu heç kəsin içərisinə hamı girir. Hətta uşaqlar belə. Doğru olan budur. Ona görə ehtiyat baxımından bu qaydadır. Bu, Əhl-i Sünnənin əqidə əsasları ki var, o əqidə əsaslarından birisidir. Heç kəsin cənnətli və ya cəhənnəmli olduğuna şahidlik etmək olmaz. Qətiyyən. Demək olar ki, elə bir əqidə mətni yoxdur ki, kiçik, müxtəsər və ya böyük təfsilatlı, orada bu məsələ gəlməsin. Elə bir əqidə mətni yoxdur. Və bununla Əhl-i Sünnə xavaricilərdən fərqlənib. Və sonra İmam Rahimullah buyurur ki, وَلَكِنْ يَقُولُونَ. Yəni, bir kəsin cənnətli, cəhənnəmli olduğuna təyinlə şahidlik etməzlər, lakin belə deyərlər. Necə? Deyərlər ki, İnnə mən mətə aləl-İsləm müctənibən lil-kəbair vəl-əhvai vəl-əthəm fəhvə min əhlil cənnə. Liqavlihi Teala innəl-ləzīnə əmənu və amilu's-salihət və ləm yəzkur anhum zəmbən. Ulaikə hum xayrul bəriyyə cəzauhum ində rabbihim cənnətu adin. Lakin bunun əvəzinə onlar belə deyərlər ki, kim böyük günahlardan, asiliklərdən, bidətlərdən çəkindiyi halda İslam üzərə ölərsə, fəhvə min əhlil cənnə. O cənnət əhlindəndir. Allah Azza və Cəllənin bu ayəsinə əsasən İnnəl-ləzīnə əmənu və amilu's-salihət. O kəslər ki, iman edib salih işlər gördülər Beyyinə surəsində. İmam Rahimullah buyurur ki, وَلَمْ يَذْكُرَ عَنْهُمْ ذَنْبًا. Allah Azza və Cəllə deyəndə ki, o kəslər ki, iman edib salih əməllər işlədilər və onların günahlarını qeyd etmədi. Deməli, bunlar o kəslərdilər ki, onlar iman üzəri olublar, salih əməllər üzəri olublar və böyük günahlardan, bidətlərdən uzaq durublar. Uca Allah onlar barədə nə buyurdu? Ulaikə hum xayrul bəriyyə. Onlar məxluqatın ən xeyirli olanlarıdır. Cəzauhum ində rabbihim cənnətu adin. Rəbləri qatında onların mükafatı ədin bağlarıdır. Ədin cənnəti. Və fikir verin, burada İmam Rahimullah deyir ki, İnnə mən mətə aləl-İsləm.
kim İslam üzərə ölərsə, günahlardan çəkinərək və s. onlar barədə deyilər ki, fəhuvə min əhlil cənnə. O cənnət əhlindəndir. Bu nə deməkdir? Bu o deməkdir ki, bir insan barədə və ya ümumi olaraq vəsflə hökm vermək olar. Ümumiyyətlə şahidlik iki növdür. Yəni, insanların cənnətli və ya cəhənnəmli olduqlarına dair şəhadət etmək iki növdür. Biri var təyinlə. Təyinlə. O olmaz. Olar, o gələcək. Necə olar? Nə vaxt olar? Bir də var vəsflə. Vəsf yəni ümumi hökm olaraq deyirsən. Deyirsən ki, məsələn, kim namaz qılsa, kim oruç tutsa, kim Allah Azza və Cəllənin əmirlərini yerinə yetirib qadağan etdiklərindən çəkinsə, o cənnət əhlidir. Vəsf olaraq deyirsən. Və deyirsən ki, kim filan günahlara mübtala olsa, o cəhənnəm əhlidir. Ümumən deyirsən ki, bidət əhli cəhənnəm əhlidir. Çünki hədisdə gəlib. Bu cür deyə bilərsən, bidət əhli cəhənnəm əhlidir, deyə bilərsən. Deyə bilərsən, kəlam əhli cəhənnəm əhlidir, deyə bilərsən. Və ya bidət əhlindən hansısa bir tayfanı zikr edərək adını deyə bilərsən, onlar cəhənnəm əhlidir, deyə bilərsən. Bütün bidət firqələri barədə. Sufilər cəhənnəm əhlidir, məsələn. Və qeyriləri. Deyə bilərsən. Çünki bu ümumi vəsfdir. Sən o tayfadan kimisə adını çəkərək təyin etmədin. Bu cür ümumən demək olar. Və bu da hansı qaydaya qayıdır? Deməli, əhl-i sünnə vəsflə şəxsi ayırır. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən samə Ramazanə imanən və ihtisabəğufirə ləhu mə təqəddəmə min zəmbi. Kim Ramazan orucunu imanla, ihtisablə, savabını Allahdan umaraq tutsa, onun keçmiş günahları bağışlanar. Bu ümumi hökümdür yoxsa? Bu ümumi hökümdür. Mən samə, kim Ramazan orucunu tutsa, kim? Bu ümumi bir vəsfdir. Buna etiqad edirik, amma bir şəxsi təyin edə bilirsən, nəinki bir şəxsi, hətta özünü belə təyin edə bilmirsən. Yəni necə? Deyə bilərsən ki, filan kəs bu hədisin hökmünə girib, deyə bilmərsən. Hətta özün barədə deyə bilmərsən. Deyə bilmərsən ki, mən bu Ramazan orucunu imanla və savabını Allahdan ummaq qəsdi ilə tutmuşam. Hətta doğrudan da özün öz ibadətin barədə bu zəndə olsan belə deyə bilmərsən özün barədə. Hətta özün barədə ki, mən bu hədisin hökmünə girmişəm. Əgər bir insan özü barədə bu hökm verə bilmərsə, təyin edərək özünü, başqası barədə necə? Bu ümumi vəsfdir. Ümumi vəsf olaraq deyə bilirsən. Aydındır. Bəs bir şəxsi təyin edərək demək olar? Demək olar. O da necə? İmam Rahimullah deyir. Buyurur ki, وَمَنْ شَهِدَ لَهُ النَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ بِعَيْنِهِ بِأَنَّهُ مِنْ أَهْلِ الْجَنَّةِ وَسَحَّ لَهُ ذَلِكَ عَنْهُ فَإِنَّهُمْ يَشْهَدُونَ لَهُ بِذَلِكَ اتِّبَاعًا لِرَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ وَتَصْدِيقًا لِقَوْلِهِ. Lakin o kəslərin cənnətli olması barədə və ya cəhənnəmli olması barədə Peyğəmbər sallallahu aleyhi və səlləm şahidlik edib. Bi'eynihi. Şəxs olaraq. Deyib ki, filan kəs cənnətdədir. Filan kəs cənnətlidir. Və səhhə ləhu zəlikə anhu. Və bu Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih olaraq varid olub. Əgər vəziyyət belədirsə, bu halda Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olaraq və həmçinin onun sözünü təsdiqləyərək biz də həmin kəs barədə şəhadət edirik ki, həmin kəs cənnətlidir. Aydındır. Deməli, o kəslər barədə ki, Quran və sünnə onların adlarını çəkərək, şəxs olaraq onları təyin edərək, onların cənnətli və cəhənnəmli olduqlarını qeyd ediblərsə, biz də onlar barədə onlar cənnətli və ya cəhənnəmlidir deyə şahidlik edə bilərik. İstisna budur.
Məsələn, Allah Azza və Cəllə Abu Ləhəbin cəhənnəmli olduğuna şəhadət verir və biz də şəhadət veririk. Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi sahabələrin adını çəkərək onların cənnətli olduqlarını deyib. Hətta onlar sağ idi, Allah Rasulü sağlığında deməyib ki, onlar cənnətli idi. Deyib ki, onlar cənnətdədir. Hədisdə belə gəlir. Abu Bakır fil cənnə, Umar fil cənnə, cənnətdədir. Və biz də şahidlik edirik ki, Quran və sünnənin şahidlik etdiyi kəslər barədə adlarını çəkərək onlar cənnətli idi. Və kimlərsə cəhənnəm əhlidir. Və həmin sahabələrdən ən məşhuru 10 sahabədir. Cənnət ilə eyni anda, eyni hədisdə cənnət ilə müjdələnən 10 sahabə. Kimlərdir onlar? Abu Bakır, Ömər, Osman, Əli, Talha, Zübeyir, Sa'd ibn Əbi Vaqqas, Abdurrahman ibn Avf, Sa'id ibn Zeyd. Sonra 10-cu Əbu Ubeydə ibn-ül Cərrah radiyallahu anh. Bunlar bir hədisdə gələn sahabələrdir. Amma bundan başqa sahabələr də var. Var. Cənnətlə müjdələnən. Bilal və qeyriləri. Həsən, Hüseyin və qeyriləri. Radiyallahu anh. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed